Aristotel sübut edir ki, qadın insan deyil, incə heyvandır. Şərt qoymalıydı. Nə o köhnə kişilərdir və oradan meylin çıxacaq. O sözü dedim ona. Sən qadınlara baxırsan, onlar da hamısı deyir ki, mən yüksək dəyərli kişi istəyirəm. Deyirəm, niyə görə onda kofe kimi geyinirsən? Kofe yəni Azərbaycanca qəhvədir. Sadəcə o bir balaca hərfi dəyişmək istəmirəm, ona görə onlara kofe deyirəm də. Son dövrlərdə Azərbaycanda sosial şəbəkələrdə qadınlara yönəlik nifrət və zorakılıq çağırışlarının artdığını müşahidə edirik. Bu isə Azərbaycanda da insil hərəkatının yaranmasına zəmin yarada bilər. Belə ki, 2014-cü ildə Amerikada baş vermiş insil terrorizmi də məhz belə başlamışdı. 22 yaşlı Elliot Roger qadınların onu rədd etməsini əsas gətirərək odlu silahla 6 nəfəri qətlə yetirmiş və 14 nəfəri ağır yaralamışdı. O bu cinayətləri törətməzdən əvvəl öz ailəsinə və dostlarına göndərdiyi videoda qadınlara nifrət etdiyi üçün bu cinayəti törədəcəyini etiraf edirdi və bu insil terrorizmi adlanır. Bu hərəkatın üzvləri sosial və sevgi münasibətlərində uğursuzluqlar yaşayan, qadınlar tərəfindən rədd edilən və buna görə də özlərini dəyərsiz hiss edən kişilərdir. Onlar sosial şəbəkələrdə və internetdə radikallaşaraq qadınlara yönəlik nifrət nitqini və zorakılığı təşviq edirlər. Təəssüf ki, Azərbaycanda da bu hərəkatın ideoloji toxumları səpilməkdədir. Və bunun əsas mənbələrindən biri efirlərə dəvət olunan şəxslərin qadınlara yönəlik cinsi ayrı-seçkiliyi və nifrət nitqini, zorakılığı təşviq edən çıxışlarıdır. Bu şəxslər efirlərdə zorakılığı, ekstremizmi təşviq edirlər və deyirlər ki, bir kəlməyə görə qadının başını kəsərlər. Onlar deyirlər ki, qadınların səs vermə hüququ olması, təhsil alması və işləməsinə görə insanlıq uduzub. Onlar deyirlər ki, artıq sən küçədə qadınları sataşa bilmərsən və beləliklə maskulinlik itirilib. Bu kimi çıxışlar sosial şəbəkələrdə paylaşılır və altına yüzlərlə şok edici rəylər yazılır. Bu şəxslər Azərbaycan Respublikasının konstitusiyasında nəzərdə tutulan cinsindən asılı olmayaraq hər kəsin yaşamaq, təhsil almaq, işləmək kimi hüquqlarını müzakirə mövzusuna çıxarır və sual altına qoyur. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Təbii ki, bu tendensiyanı araşdırıb tədbirlər görəcək dövlət qurumları var. Bu təşəbbüsün məqsədi isə Azərbaycan mediası və sosial mediada gedən gender əsaslı ayrı-seçkilik və nifrət nitqini Azərbaycan Respublikasının qanunları, media qanunu, eləcə də jurnalistlərin peşə etikasından irəli gələrək təhlil etməkdir. Biz hüquqi və etik çərçivədə bu təhlillərimizi etməyə davam edəcəyik. Aidiyyatı qurumları isə bu narrativləri yayan şəxsləri müəyyən edib tədbirlər görməyə səsləyirik. Çünki sonra çox gec ola bilər.